Salam. Dostlardan biri yazdı ki, dünən bir nəfər canlı yayın açıb. Bu peysənin adından. Bu səhifədir. Deyəm, baxın. Bu səhifə. Bunlar nə sövmüşəm sindiyə qədər? Demək, haqqına sövmüşəm. Bunlarda heç bir şərəf, vicdan, əqli yoxdur. Mənim qızımın şəklini qoyub, qızımın şəklini mənə. Başlayıb qatıq-qatıq körpək haqqında danışmağa. Mən həmişə yerimi düz demişəm. Onlarla görüşməyə hazırım. O şərəfsizlər qorxur, qaçır, görüşmür. Çünki onlar mərddir. Mərd vuruşa bilmirlər. Ay şərəfsiz, ay mənim balamın şəklini qoyan. Sən mənim ailə üzvlərimin heç birinin yanına, nə sən kimi, heç 5 metr yaxınlaşa bilməzsiniz. Yoxlayın, baxın, başa düşün. Sizi 100 tikəyə bölərəm. Bax, iminli səni var ha. 100 tikəyə şəxsən özüm bölərəm. Mənə dost deyib, qardaş deyən dostlardan xahiş edirəm. Bunu tapın. İstəyir bu Bakı, istəyir Moskva, istəyir doğrudan Türkiyədədirsə. Bunun başına körpənin qatdığını bir güllə vurun. Sizdən xahiş edirəm.